Rusiyanın Şaripova şəhərində Azərbaycanlı gənc bıçaqlanaraq öldürülüb. Hadisə münaqişə zəminində baş verib. Qətlə yetirilən şəxsin Cəlilabad rayon sakini 17 yaşlı İsmail Fətəliyev olduğu bildirilir. Məlumata görə İsmail Fətəliyev aldığı bıçaq xəsarətləri nəticəsində hadisə yerində həyatını itirib. Mərhumun cənazəsi doğmalarının yaşadığı Cəlilabad rayonuna gətirilərək dəfn ediləcək. Quldurluq cinayətində təqsirləndirilən 1991-ci il təvəllüdlü Ramil Cəfərova hökm oxunub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 181.2.5-ci quldurluq silah qismində əşya tətbiq etməklə maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Ramilə 8 il 6 ay həbs cəzası verilib. Bildirilib ki, hadisə Bakı-Sumqayıt magistralının Ceyranbatandan keçən hissəsində qeydə alınıb. Hadisə baş verən gün Aytən adlı qadın ad günü məclisinə getmək üçün metronun 20 yanvar stansiyası yaxınlığında taksiyə əyləşib. Manatlıq taksi kimi fəaliyyət göstərən Ramil icarəyə götürdüyü avtomobilə daha 3 sərnişini də götürüb. O, həmin şəxsləri düşürdükdən sonra Aytənin üstünə bıçaq çəkib və üzərindəki 600 manat pulu və telefonu quldurluq yolu ilə talayıb. Polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Ramil saxlanılaraq istintaqa təhvil verilib.